biz son 10 günün içərisində olmağımızla, Qədr gecəsini axtarmağımızla yanaşı, eyni zamanda bu o deməkdir ki, artıq Ramazan bitir. Ramazan bitir artıq. Xeyir mövsümü bitir. Bu o deməkdir. Və ona görə ağıllı mömin öz nəfsi üçün, özü üçün xeyir istəyən mömin nə etməlidir? Çalışmalıdır ki, bu 10 günün, bu qalan günlərini gözəl dəyərləndirsin. Birinci 10 gün getdi, ikinci 10 gün getdi, artıq üçüncü 10 gündən də gedir. Artıq gör neçəsidir? 3-4 günü də qaldı arxada. Düzdür? Çox az bir müddət qalıb. Gör nə gözəl sözdür deyir. Deyir kim ki, bu Ramazanda, Ramazan bitər və o bağışlanmazsa, ilin qazancını itirmişdir. İlin qazancını itirmişdir. Ona görə deyir, insan nə etməlidir, qardaşlar? Başa düşməlidir ki, bu Ramazan ayı bizim üçün bağışlanmağa fürsətdir. Bu elə belə söz deyil. Yəni, bu Allah Azze və Cəllənin möminlər üçün açdığı bir qapıdır, xeyir qapısıdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə nə deyir? Mən sama Ramadana imanən və ihtisabənğufirə ləhu mə təqaddəmə min zənbi. Kim Ramazanı imanla və əcrinə Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanar. 1000 aydan xeyirli Qədr gecəsi. Yəni, ilin, ona qədər ilin qazancı. Yəni, sən əgər Ramazana çıxarsansa və Ramazan bitər, amma bağışlanmazsansa, həmən ilin qazancını itirmirsən. Mövsümdür çünki bu. Necə ki, tacirlər üçün, ticarətçilər üçün həmən o ticarətin mövsümləri var. Kim ki, həmən o mövsümdə o ticarətini qurmadı, başqa işlərlə məşğul oldu, həmən ilin qazancını itirmişdir deməkdir. Amma ilin digər günlərində də qazanc var, amma azdır. Gərək ağıllı tacir mövsümü yaxalasın. Möminlərin də savab qazanma və günahlardan bağışlanma mövsümü məhz Ramazandır. Ona görə deyir, yəni sən əgər Ramazana çıxarsansa, Ramazanı bitirərsənsə, bağışlanmazsansa, bu ilin qazancı getdi. Bu ilin qazancı getdi. Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında gör, İmam Buxari rahim olan rəvayət elədiyi hədisdir. Gör nə deyir sahabələr? Deyirlər ki, Kənə Rasulullah sallallahu aleyhi və səlləm əcvədən nəs. Peyğəmbər sallallahu aleyhi və səlləm insanların ən cömərti idi. Ümumən. Ümumən. Və kənə əcvədu mə yəkunu fi Ramazan hinə yəlqahu Cibril. Yəni, Cəbrail aleyhissalam gəlirdi Peyğəmbər sallallahu aleyhi və səlləmlə görüşürdü Ramazanda. Onda deyir, daha cömert olurdu. Ümumən insanların ən cömərti idi. Amma Ramazanda daha cömert olurdu. Və kənə yəlqahu fi kulli leylətin min Ramazana fəyudarisuhul Qur'an. Cəbrail aleyhissalam deyir, Ramazanın hər gecəsində Peyğəmbər sallallahu aleyhi və səlləmlə görüşürdü və ona Quranı öyrədirdi, təkrar elətdirirdi. Hər gecə, Ramazanın hər gecəsində. Fərasulullah sallallahu aleyhi ve sellem əcvədu bil xeyri minər rihil mursələ. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem o göndərilən bərəkətli küləkdən belə daha cömert idi. Allahu Ekber. Gör sahabələr Peyğəmbər sallallahu aleyhi ve sellem necə tanıyırdılar, necə vəsf edirdilər onu. Ona görə deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem Ramazanın son 10 günündə yatağını qatlayırdı. Yatağını qatlayırdı, yəni yatmırdı gecələr. Sübhə qədər ibarət eləyirdi. Ev əhlini belə yuxudan qaldırırdı və öz Rəbbinə ibadət eləyirdi. Onlar da təşviq edirdi ki, onlar da ibadət etsinlər.